Salam hörmətli tamaşaçılar, Qafqaz Türkün efirində əsas xəbər buraxılışında sizləri xoş gördük. Ölkə və dünya gündəmi ilə qarşınızdayıq. Sizinlə mən Ruqiyyə Əmirli. Bugün ölkə tarixində ən faciəli günlərdən birinin 2008-ci il 8 avqust müharibəsinin başlanmasından 17 il ötür. Həmin gün Rusiya hərbi qüvvələri Roki tuneli vasitəsilə Gürcüstan ərazisinə daxil oldu. Rusiyaya məxsus qırıcılar bir neçə şəhəri bombaladı. Onlarla kənd və strateji obyektlər dağıdıldı. Nəticədə 400-dən çox insan həlak oldu. 150 min nəfər isə öz evindən didərgin düşdü. Bu müharibə ölkəmiz üçün yalnız ərazi itkisi deyil, həm də ağır insan faciələri ilə yadda qaldı. Bugün həlak olmuş qəhrəmanların xatirəsini anmaq məqsədi ilə Marneuldə anı mərasimi keçirilir. Mərasim dövlət himni ilə başlayıb, həlak olanları bir dəqiqəlik sükut ilə yad ediblər. Mərasimdə parlament deputatı Zaur Darğallı, Sakrebulo sədri Amiran Georgadze və bir çox dövlət nümayəndəsi iştirak edərək çıxışlar ediblər. Დღეს ძალიან მნიშვნელოვანი დღე არის ჩვენი ისტორიისთვის და მე მიხარია რომ ჩვენ ყოველწლიურად აღნიშნავთ ამ დღეს. გვახსოვს ეს დღე 2008 წლის 8 აგვისტოს რუსეთის შეერაღებული ძალები თავს დაესხა ჩვენს ქვეყანას და მოგეხსენებათ რომ ამ მოვლენებს შეეწირა Bugün Rusiya-Gürcüstan müharibəsindən 17 il ötür və ənənəvi olaraq Marneuldə bizim şəhidlərimizi, qəhrəmanlarımızı yad elədik. Müharibə onun göstəricisidir ki, sülhün alternativi yoxdur və bizim hakimiyyət sülh yolu ilə öz torpaqlarını qaytarmağı düşünür və biz əlimizdən gələni eləməliyik ki, ölkəmiz sülh çərçivəsində daha da güclənsin, daha da inkişaf eləsin. Əlbəttə ki, bugünkü günü yad eləmək, qəhrəmanlarımızı yad eləmək hər birimizin borcudur. 2008 წლის 8 აგვისტოს რუსეთის შეერაღებული ძალები 2008-ci ilin 8 avqustunda Rusiyanın silahlı qüvvələri ölkəmizə hücum etdi. Həm dinc sakinlər, həm də ordumuzun ləyaqətli nümayəndələri bu yolda qurban oldular. Təəssüflər olsun ki, onların arasında bizim bələdiyyənin gəncləri də var idi. Onlar vətənimizi sevməyin, ölkəmizin bütövlüyü, azadlığı uğrunda sona qədər mübarizə aparmağın nümunəsini bizə göstərdilər. Biz əlbəttə ki, hər il onların fədakarlığına hörmətlə yanaşırıq. Təbii ki, hamımız mübarizə aparmalıyıq ki, ölkəmiz sülh içində olsun. Belə faciəli günlər bir daha təkrarlanmasın. Mən bir daha qəhrəmanlarımıza təşəkkür etmək istəyirəm. Onların ailələrinə və ölkəmizə əmin-amanlıq arzulayıram. ჩვენ ყველამ უნდა ვიბრძოლოთ იმისათვის რომ ჩვენმა ქვეყანამ შეინარჩუნოს მშვიდობა. Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media Portalının əməkdaşları avqust döyüşlərində həlak olmuş qəhrəmanların xatirəsini anmaq məqsədi ilə Marneuldəki xatirə memorialına gül dəstələri, xatirə çələngi qoyublar. Gürcü Arzusu Partiyası 4 oktyabrda keçiriləcək yerli seçkilər üçün Tbilisidə majoritar namizədlərini açıqlayıb. Tədbirdə partiyanın təsisçisi Bicina Ivanaşvili iştirak etməyib. Namizədləri 3-cü dəfə merliyə namizəd olan Kaxakaladze təqdim edib. Namizədlər paytaxtın 14 rayonunu əhatə edir. Შემდეგი კანდიდატი არჩილ ნიჟარაძე, რომელიც წარმოდგენილი იქნება კოსტავა, ბახტრიონი, დოლიძე, ხილიანის ოლქში. კიდევ ერთი ახალი სახე იქნება საკრებულოში. მას აქვს საბანკო და კერძო სექტორში საქმიანობის გამოცდილება.
Baş nazir və Gürcü Arzusunun sədri İrakli Kobaxidze bildirib ki, 63 bələdiyyə üzrə merliyə namizədlərlə bağlı məsləhətləşmələr yekunlaşıb. Onun sözlərinə görə partiya mer namizədlərini bazar ertəsi ictimaiyyətə təqdim edəcək. Kobaxidze qeyd edib ki, namizədlər peşəkarlıq və dürüstlük prinsipləri ilə seçilib və əksər hallarda hazırki merlər vəzifədə qalacaq. Bəzi bölgələrdə isə yeni adlar olacaq. Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən ov mövsümü bu il 23 avqust 2025-ci il tarixində açıqlanacaq. Nazirlik bildirir ki, köçəri quşları ovlamaq istəyən şəxslər onları məbləğində rüsum ödədikdən sonra 2025-ci il avqustun 23-nədək, 2026-cı il martın 1-nədək ov edə biləcəklər. Bugünə olan xəbərlərimiz bu qədər. Yeni gündə günün nəbzi xəbərlərində görüşmək ümidi ilə sağ olun, salamat qalın, xəbərsiz qalmayın.